Salam. Bugün sizlərə tənlik qurmaqla məsələ həllinə aid bir məsələnin izahını verəcəyəm. Vaxt itirməyə keçək sualın həllinə. Səccad pilləkənləri 3-3 qalxır, 4-4 enir. Səccadın qalxarkən atdığı addımların sayı enərkən atdığı addımların sayından 7 çox olduğuna görə pilləkən neçə pillədən ibarətdir? Tutaq ki, pilləkən x pillədən ibarətdir. Səccad 3-3 qalxırsa, x bölü 3 dəfəyə qalxacaq. 4-4 enirsə, x bölünsün 4 dəfəyə nə qalacaq? Enəcək. Deyir ki, indi səccadın qalxarkən atdığı addımlar sayı 7 çox olub da, onda bərabərdir. Enərkən atdığı addımlar sayısı 7 gəlsəm, bunlar bir-birinə nə olmalıdır? Bərabər olmalıdır. İndi tənliyi həll edək. X bölü 3 çıxılsın x bölü 4 bərabər nə qalır? 7 qalır. 12 ortaq məxrəcimiz. 12-ni 3-ə bölürəm 4, 4-ü x-ə bölürəm 4x çıxılsın. 12-ni 4-ə böldüm 3, x-ə vuram da 3x bərabər nədir? 7-yə. 4x-dən x çıxanda tək x qalır. Böl 12 bərabərdir 7-dən. X-də 12-ni vuraram 7-yə neçə eləyər? 84 etmiş olar. Deməli, doğru cavabımız Y variantı.